İlahi, bu xiffət hansı günahın cəzasıdır? Muxtara olan eşqin cəzasıdır. Birdən girov götürərlər ömrə. Səbirli ol Nariyə. Qorxuram, bizi öldürərlər. Bizi öldürmək istəsələr, rüsvay olarlar. Narahat olma. ربنا أفرغ علينا صبرا وثبت أقدامنا وانصرنا على القوم الكافرين. Görünür, bizim müqavimətimiz bıçağı düşmənin sümüyünə dirəyib. Elə bir düşmən ki, dünənədək cömərdlik və müsəlmanlıqdan danışır və Muxtarın əhl-i beytinə əmannamə vermişdi. Az qalıb ki, kafir namərdlərin üzünü ağartsın. Günahsız qadınları girov götürmək, yəni dəliliyə mübtala olmaq. Əmirin rüyalarının ilk nişanəsi də Musəbin gözlərinin dəlili əlamətləri idi. İnşallah, əmirin yuxularının həqiqətinə yaxınlaşırıq. Bu ümmətin əlindən günahsız qadınları öldürmək yaxşı gəlir. Gərək bir iş görək. Məsələn, nə iş sahib? Nə bilim nə iş. Bəlkə Cədəlinin Məkkədə elədiyinə bənzər bir iş görmək olar. Bura Küfədir sahib, Məkkə yox. Cədəli və dostları ehram geyinib Kəbənin hərəminə daxil olublar. Sən hansı geyim və qiyafə ilə Məkkədə daxil ola bilərsən ki, sənin addım-baddımında qılınc və nizə əkiblər? Ən yaxşı iş duadır. Dua eləyən Muxtarın ailəsinin aqibəti xeyirli olsun. Əqidə və imtihanlarında möhkəm olsunlar. Bu qadın Muxtarla şərikdir. Şücayətini görürsən? Tələdəki dişi bəbir kimidir. Məğrur və əzəmətli. Aha. Gözü tox, ürəyi geniş qadındır Mariya. Ömrü boyu ömrə saraylarda yaşayıb. Əmirlərin dilini çox yaxşı bilir. Ömrə nə qədər Muxtarın başucalığına bais olsa da, Nari onun məğlubiyyətinə səbəbdir. Ona bax, pişik görən sıçan kimidir. 40 günə yaxındır ki, Muxtara mülayimlik göstərdik. Onunla nə dildə bacardıqsa danışdıq. Aman verdik. Təslim olmadı. Bizim rəhmət və mehribanlığımıza nalayiq sözlərlə cavab verdi. O hətta razı olmadı ki, ailə üzvlərini imarət kürsüsü ilə əvəz eləsin. İndi Muxtarla cihadımın haqqı niyyətində azacıq belə tərəddüd eləmirəm. Muxtar tam bir məcnundur ki, ruhunu iblisə təslim edib. Hal-hazırda mən bu hiləgər kəssabın müqavimətini qırmaq üçün onun ailəsini ovlamaq istəmirəm. Nə dini cəhətdən buna icazəm var, nə də ərəb şan şöhrətim bunu qəbul edir. Muxtar nəfəsdən düşüb. Tezliklə Muxtar günahının cəzasını dadacaq və əbədi əzaba düçar olacaq. Bir halda ki, Muxtarı nəfəsdən salmısınız, bu mərəkəni qurmağa nə ehtiyac var idi?
Müğayət olmaqsa, bu qadın muxtarın getirməsidir. Ola bilər ki, yarası muxtarın qılıncı kimi olsun. Mən sizə mənasız sual vermədiyimə görə hikmətli cavab eşidəcəyimi gözləyirəm. Deyəsən başın bədəninə ağırlıq eləyir. Bu məclis və ya siz demişkən bu mərikə sizlərə acı həqiqəti faş eləmək üçündür. Və eləcə də avam cəmaat hələ də elə bilirlər ki, muxtarın davası din, Allah və ədalət üstündədir. Əsvət. Bəli, əmir. Muxtarın ağzından eşitdiklərini kəlmə-kəlmə heycala ki, əziz xanımları bilsinlər ki, necə bir divlə bir yastığa baş qoyublar. Mən muxtara xəbər göndərdim ki, ailə üzvlərin məniməsirimdilər. Bu faydasız müqavimətdən əl çək və namusunun qanını hədər eləmə. Və o nə cavab verdi? Əmirin xəbərini muxtara təslim eləyəndə həmişəki kimi tən eləməyə başladı ki, Zübeyrin oğlanları hökuməti idarə eləyə bilmirlər. Əmirlərin bir namusu var ki, onların ailələrindən də üstündür. Əmirlərin namusu onların imarət kürsüləridir. Allaha pənah olsun hakimiyyət ərsliyindən. Yalandı, böhtandı. Ola bilməz. Bu söz muxtarın sözü deyil. Nə yalan, nə böhtan Ömrə? Ömrə təsadüfən muxtarın ürəyinin sözünü deyib. Hakimiyyət muxtarın röyası idi. Ömrü boyu hakimiyyətə çatmaq üçün vuruşurdu. Evi atının yəhəri, balışı qılınc oldu. Mən heç vaxt onun xoş üzünü görməmişəm. İstiğfar elə Nariyə. Saysız hesabsız Zübeyir qoşunu muxtara bata bilməyib. Amma sən bu zəhərli sözlərinlə muxtarın işini bitirə bilərsən. Ömrə, biz bir şey eləsəydə, eləməsəydə Talih öz işini görəcək. Muxtarın işi o gün bitdi ki, Küfənin uğursuz sarayını ələ keçirdi. Mən həmin gün ərimin tamahkar olduğunu bildim. Bilirdim ki, uğursuz saray sahibinin başını yiyəcək. Ha, bizim səfirimiz əmindir, yoxsa xain? Düz danışandır, yoxsa yalancı? Sizin səfiriniz əmin və doğru danışandı. Lap yaxşı. Onda muxtarın dinsizlik və yalancılığına şəhadət verib rüsva eləyin. Şübhəsiz ki, sizin şəhadətiniz onun ən yaxın adamları olduğunuz üçün allanmış müsəlmanların ayrılmasına səbəb olaraq muxtarın azğın fikirlərinin ifşa olunmasına şərait yaradar. Biz sizlə həmkarlıq eləməyə hazırıq. Elə deyil, o öz əvəzinə danışır. Muxtar nə yalancıdır, nə də dinsiz. O mənim gördüyüm ən düz danışan və ən adil kişidir. Allahdan qorxan, səhərəcən alnı səcdədə olan bir kişinə necə inkar eləyə bilərəm? Mənim cavanlıq röyam onun kimi bir ərin olması idi. Allah röyalarımı gerçəkləşdirib, mənə elə bir ər qismət elədi ki, o ərəblərin və dinin fəxridir. Muxtarın əlinin dilindən ləyaqət nişanı var. Uşaq olanda əli onu kəyyis adlandıraraq buyurdu ki, bu uşaq əhli beytin yaralı ürəyinə bir məlhəm olacaq. Muxtarın əli Allahın əlidir. O Allahın Rəsulunun ciyər güşəsinin qatillərindən intiqamını aldı. Bəsdi qadın! Sən muxtar barədə danışırsan, yoxsa ulu əzim peyğəmbər haqda? Muxtar Allahın bəndəsidir. Günahkarlardan intiqam Allahın vədəsidir. Muxtar bu böyük vədənin həyata keçməsi üçün seçilib. Muxtarın gördüyü iş yalnız onun özü kimi böyük kişilərə layiqdir. Sən bu çirkə bulaşmış inancınla dara çəkilməyə məhkumsan. Mən bilirdim ki, bu mərəkə bir qurbanlıq istəyir. Din, şərafət, qeyrətdən dən vurub özünüzü vicdanlı kimi göstərəndə bildim ki, ağlınızda pis bir niyyətiniz var. Sizin kimi həqir kişilər muxtarın müqəddəs müqavimətinə dözə bilmirsiniz, bunu bacarmırsınız. Siz muxtardan qorxursuz, onun adını eşidəndə dəhşətə gəlirsiniz. Bu bihəya qadının dilini kəsib, boynunu vurun, boynunu! Ömrə, bu nə işdi görürsən?
Muxtarı inkar elə, canını qutar. Muxtar bizim bu işimizlə göydən yerə enməyəcək. Xudahafiz Nariyə. Hürrəni sənə tapşırıram. Söz ver ki, ona analıq eləyəcəksən. Və sən qadın, madam ki Muxtarı yalancı bilirsən, sən amandasan. Hər kəs bu qadına hücum eləsə, bizə hücum eləyib. Bugün biz öz dini vəzifəmizə əməl elədik. Bu qadının günü bacısı öz azğın fikirləri ilə Muxtardan bir ilah düzəltdi ki, ona inanmaq bəladır. Bütün bunlar Allahın dinindən uzaq olmaqdır. Çox mübarəkdir, gönü qalın. Eşitmişəm Muxtar səni boşayıb ki, namusunu ləkəliyib adını batırmayasan. Heç olmasa Muxtarın ölməsini gözləyərdin. Sonra onun düşməninə ərə gedərdin. İnna lillah ve inna ileyhi raciun.